Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların birinci sinifə qəbulu üçün müsahibələr keçirilir. Müsahibə üçün müraciət edən valideynlərin övladları şəxsi kabinetlərindəki bildirişlərdə qeyd olunan tarixə uyğun olaraq müsahibədə iştirak edib. Müsahibələr bitdikdən sonra nəticəsi məqbul hesab edilən uşaqlar üçün 17 iyun tarixindən həmin bölmə üzrə məktəb və müəllim seçim imkanı yaradılacaq. Müsahibə nəticəsi məqbul olmayan uşaqlar üçün valideynlər Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər. Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı təşkil olunan müsahibələr 12-31 may tarixlərini əhatə edir. Müsahibədən uğurlu nəticə əldə edən uşaqların valideynləri 17 iyun 12 sentyabr 2025-ci il tarixlərində məktəb və müəllim seçimi edə bilərlər. Hazırda paytaxtda 3 mərkəz üzrə 12 müsahibə komissiyası fəaliyyət göstərir. Uşaqların nitq bacarıqları 5 meyar üzrə qiymətləndirilir. Məsələn, fikrə münasibət bildirir, ünsiyyət zamanı fikrini sərbəst ifadə edir, təklif edilən əşya və hadisələr haqqında məlumat verə bilir, eyni zamanda vətəni, ailəsi haqqında bir neçə cümlə qura bilir. Bildiyiniz kimi müsahibə valideynlərin iştirakı ilə keçirilir. Eyni zamanda şəffaflığın təmin edilməsi üçün video çəkiliş də aparılır müsahibələrdə.